Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən Roma Dağıstanı. Xahiş bu videonu paylaşın. Çox önəmli bir videodur. Mehriban xanım, Mehriban Qəmbərova. Allah Mehriban xanıma can sağlığı, uzun ömür versin. Şəhid fədaim. İkinci Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəcanı ucalır. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Şəhidimizin anasına, atasına, yaxınlarına Allahdan səbir dilirəm. Şəhidimiz İkinci Vətən müharibəsində döyüşə gedən zaman yolda maşın saxlayırlar. Şəhidimiz orada rəqs edir. Baxın, kadrı göstərirəm. Mən 5-6 müğənnini əlaqə saxladım ki, şəhidimizin ora baniyədən şəkil vurulur. 2 aydan bir cırılır. Solur. Yəni yığışağın, atışağın, orada bir dənə işarət elə dağın, anaya bir dənə təsəlli verəyən. Məşhur müğənnilər yalan çıxırlar verilişlərə, bəzilərinə aidlər məşhurdur. Çıxırlar verilişlərə deyirlər ki, biz şəhidlərimizə borcluyuq, şəhidlərimizin anaların qarşısında baş ərəm. Yalan, özünüzü reklam eləməyin ha. Həmən adamlara zəng elədim mən. Dedim ki, atışağın, orada böyük bir şərait yaradağın, ağa dikəyin, şəhidimizin mərmədən şəklini düzəldəyin. Söz verən də oldu, əməl eləyən olmadı amma. Ağır olsun sizə, mən Mehriban xanımın şəxsən böyüdüyü valideynin qarşısında mən baş edirəm. Mehriban xanım, Allah min budaq eləsin, Allah əvəzini versin. Mehriban xanımın sayəsində inşallah ora bu yaxın günlərdə düzələcək, yüksək səviyyədə. Ağaçdan belə kiləcək. Ay müğənnilər, ay bəzi müğənnilər. Ev şəhərinə çıxırsınız, yalandan özünüzü gözə soxmaq üçün deyirsiniz ki, biz şəhidlərimizə borcluyuq, şəhid valideynlərin qarşısında baş əyirik. Yalan danışmayın, yalan danışmayın. Həm xanım, həm bəy, sizə aiddir, yalan danışmayın. İndi ora düzəldəndən sonra hansı müğənnilərə mən zəng eləmişəm, həmən müğənnilərin adını açıqlayacağım. Birbaşa efirdə, televiziyada. Mən Roma Dağıstanı. Allah Mehriban xanıma can sağlığı versin, uzun ömür versin, həyatında işində uğurlar. Mən Roma Dağıstanı.